Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni sezon münasebetiyle bütün kollegalarımızı tebrik edirəm. Sezonumuz mübarek olsun. Ve qeyd etmək istəyirik ki, her defa sezon başlayanda havalar belə sərin olduğuna göre bəzi vaxtı bizim ustalarımız müəyyən səhvlər edirlər. Səhv nədən ibarətdir? Yəni, hal-hazırda havanın temperatürü təxminən 25 derece. Bu havada bir kondisionerin, xüsusilə də kapilarla olan kondisionerlerin gazının miqdarını ölçmək üçün en azı biz 10 dəqiqə gözləməliyik. Yani bu yay değil. Yayda havanın temperatürü 35 derece olduğuna göre biz kondisioneri işe salan kimi hemen kondisioner öz göstəricilərinə yaxınlaşır. Ama indiki havada, yani 24-25 derece temperaturlu havada ise bu uzun müddət çəkir. Ümumiyyətlə, kondisionerin soyutma rejimində gazının yoxlanması için en azı 10 dəqiqə işləməlidir. Hal-hazırda kondisionerimizi qoşmuşuq və 10 dəqiqədə işləyir və indi operatorumuzdan xahiş edəcəyik, yaxınlaşsın. Biz həmişə deyirik ki, kondisionerin içində optimal qaynama temperatürü, freonun optimal qaynama temperatürü 5 derece olmalı. İndi gördüyünüz kimi 3,5 derecedir. Niye? Çünkü havanın temperatürü aşağıdır və biz burada 115 PSI görürük. İndi isə biz ne edirik? Deməli, bu deməli, dəsmalla çöl hissənin müəyyən bir hissəsini örtürük. Təxminən bir 10-15%, 30%'ni örtürük və indi deməli baxacaq görək burada ne olur. Yaxınlaşırıq və artıq biz burada kondensasiya təzyiqinin yavaş-yavaş artacağını görəcəyik. Niye? Çünkü kondensasiya təzyiqi ilk növbədə çöldə olan havanın temperaturundan asılıdır. Bundan başka kondisionerin çirkliliğine asılıdır. Bir kondisionerin göstəricilərini ölçmək üçün ilk növbədə onun həm iç hissəsi, həm çöl hissəsi təmiz olmalı. Bundan başka onun bütün kondensatorları normal olmalı. Yani çöl hissədə yerləşən və ventilatorun fanını fırlatmaq üçün nəzərdə tutulan, yani fanın kondensatörü eğer tutumunu itirərsə, mesela 3,5 əvəzinə 2,5 olarsa, biz kondensasiya təzyiqinin dərhal qalxdığını görürük. Hörmətli kollegalarım, bu havada dediğimiz kimi 10 dəqiqə gözləmək lazımdır. Havanın mütləq temperaturunu nəzərə almaq lazımdır. Qeyd etmək istəyirik ki, bəzi vaxtı biz elə başa düşürük ki, yani təzə başlayan ustalar elə başa düşür ki, biz istənilən halda burada eyni təzyiq görəcək. Amma hələ onu bağlamağımıza baxmayaraq, yalnız indi 4,1 dereceye çatdığını gördük qaynamağa. Biz demiştik ki, optimal qaynama temperatürü 5 derecedir. Yani burada 120-123 PSI təzyiq olanda sorma borusunda orada deməli kondisionerin içində, evaporatorun içində olan qaynama temperatürü müsbət 5 derece olur. Bu temperaturdan aşağı 1 derece düştüğü təqdirdə artıq kondisioner deməli 1% zəif soyulur. Eyni zamanda daha doğrusu 3-5% zəif soyulur. Qaynama temperatürü müsbət 5 derecedirsə, qaynama temperatürü 4'e düşübsə, o zaman 3-5% içki olur. Bəs qaynama temperatürü 0 derece olsaydı ne olardı? Yani burada 105 PSI göstərsəydi ne olardı? O zaman 15-25% zəif soyudacaq. Neden? Çünkü bu kondisionerler kapilar boruyla olduqlarına göre onlar müəyyən bir temperatur intervalında yaxşı işləyirlər. Əsasən biz bilirik ki, bir insan kondisioneri nə vaxt işə salır? Havanın temperatürü 30 dereceden yuxarı olanda. Havanın temperatürü 30 derece olanda evimizin içərisində təxminən 24, 25, 26 derece temperatur gözlənilir. Məhz bu səbəbdən də istehsalçı fikirləşir ki, mən bu kondisioneri bu temperatura uyğun düzəltməliyəm. Yəni 30-35 derecenin arasında bu kondisionerler ideal formada işləyir. 35'ten yuxarı bütün ustalar bilir ki, hemen dayanmadan zənglər gəlir. Usta bizim filan kondisionerimiz işləmir, dərhal gəl və s. Niye? Çünkü 35 dereceden sonra kondisionerin bütün eyibləri ortaya çıxır. Məsələn, deyək ki, çöl üstə çirkli idi, iç üstə çirkli idi, otaq da sərin olduğuna göre heç bir problem baş vermirdi. Elə ki, deməli, hava istiləşdi, temperatur yuxarı qalxdı, o hemen biz deməli, zəiflədiyini görürük. Halbuki zəifləmədən getmir söhbət. Kondisioner əvvəlki kimi
soyuq vermiş olsa da artıq bu yetərli deyil. Əvvəlcə bizə deyək ki, 1 kilovatlıq, 2 kilovatlıq soyuq bəs eləyirdisə, indi isə bəs eləmir. Hörmətli izləyicilərimiz, ən maraqlısı nədir? Kondisionerə qaz vurmaq bir neçə dəqiqəmizi çəkir. Bəs kondisionerdən qazı yığmaq, sonra onu tərəziyə qoymaq, xüsusilə də əgər bu qaz yığılan qazlardan deyilsə, o zaman nə edəcək? Yəni, qaz vurmamışdan qabaq bir neçə dəfə düşünün, bundan sonra qaz balonuna əl ataq. Hörmətli izləyicilərimiz, qazı ora vurmaqla əgər məsələ düzəlmiş olsaydı, o zaman yer kürəsindəki bütün insanlar hərəsi əlinə bir balon alardı, bir də manometr alıb hara gəldi qazı vurardı. Lütfən işimizi çətinləşdirməyək və hara gəldi qazı vurmayaq. Sadəcə olaraq bizim hal-hazırda biz İngilis dilində videolar hazırlayırıq və İngilis dili olan videolarımızda 20 dilə tərcümə edildiyinə görə böyük bir yəni bizi bu çox ilgiləndirir. Çünki bizim məlumatlarımız 20-dən çox dillər tərcümə ediləcək. Və həmin deməli videolarda biz 45-ə yaxın səbəb saymışıq. Kondisionerin zəif soyutmaqçısının 45 səbəbini sayırıq. Hörmətli izləyicilərimiz, bu 45 səbəbin yalnız 3-ü 4-ü qaz ilə əlaqədardır. Qalanları isə nə ilə əlaqədardır? Başqa proseslərdə. İndi isə bir daha biz baxırıq və nə görürük? Hörmətli izləyicilərimiz, bir qədər onun arxasını bağladığımıza görə faktiki olaraq bizim kondisionerimiz artıq ideal işləməyə yaxınlaşır. Yəni 4,3 dərəcə qaynama temperaturu, 118 PSI təzyiq. Əgər havanın temperaturu 35 dərəcə olsaydı, o zaman burada 120 PSI deyil, 135-140 da ola bilərdi. Bir şeyi də diqqətinizə çatdırıb, əvvəlki dərslərimizdə nədənsə bu mənim yadımdan çıxıb. Əgər bir yer rütubətlidirsə, kondisionerin o oranı soyutması bir qədər çətin olur və bir qədər zamana ehtiyac olur. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Mən Yusif müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Əgər bu kitabı PDF formatında əldə etmək istəyirsinizsə, lütfən bizə müraciət edin WhatsApp-la və biz də kitabı sizə göndərək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.